Dur, qulaq as keçmə. Türkiyədə zəlzələ olacağına bağlı proqnoz vermişdim və bu günləri 5 bal dərəcəsində, 5 bal maqnit gücündə İstanbulda zəlzələ baş verdi. Bu haqda mən dəfələrlə proqnoz vermişdim ki, İstanbulda zəlzələ baş verəcək. Baxın, bu xəbərdarlıqdır. 2026-cı ilə qədər təhlükəli fəsadlı Türkiyədə yenidən zəlzələlər baş verəcək. Və bunu açıq olaraq demək istəyirəm ki, Azərbaycanımızda da zəlzələ olacaq. Zəlzələ nəticəsində 2026-cı ildə şimal və cənub zonalarında təhlükəli, fəsadlı zəlzələlər baş verəcək. Bu haqda mən deyim, bu haqda proqnozlar verirəm və verdiyim proqnozlarda girib səhifələrdə baxa bilərsiniz. 3 gün bundan qabaq da TikTokda bunu demişdim ki, bəli, Türkiyədə zəlzələ olacaq. Bu da sübutu.